Təsəvvür elə cəmi 5 söz, yəni məsuliyyəti tamamilə aradan qaldırmaq, izləri itirmək və eyni zamanda ictimaiyyəti çox böyük, az qala sarsıdıcı bir hadisənin baş verdiyinə inandırmaq üçün cəmi 5 söz kifayətdir. Hə, bu qədər qısa və bəs edir. İnformasiya əsrində yaşayırıq da düzdür, hər gün üzərimizə minlərlə məqalə, saatlarla davam edən təhlillər və hesabatlar tökülür. Amma bugün bizim bu dərin araşdırmamızda, yəni bugün əlimizdə o qədər qısa, o qədər lakanik bir mətin var ki, birinci baxışdan adama elə gəlir ki, bu hansısa çap səhvidir və ya kəsilmiş bir bəyanata bənzəyir. Dəqiq. Adam elə bilir ki, cümlənin ardı mütləq gəlməlidir. Ay sağ ol. Cümlə bax belədir. Zeynal Bayramlıya yüksək vəzifə verildi və salam. Bəli, hamısı budur. Heç bir əlavə cümlə yoxdur. Təsəvvür elə, sən səhər qəhvəni içərkən xəbər linkini vərəqləyirsən və gözünə bu başlıq sataşır. Beynin o an dərhal avtopilota keçir və sənə təqdim edilməyən, qəsdən kənarda saxlanılan o nəhəng boşluqları öz təxəyyülünlə doldurmağa başlayırsan. Bizim bugünkü məqsədimiz də elə məhz bunu, o boşluqların anatomiyasını çıxarmaqdır. Yəni paradoks da elə əslində buradadır. İnsanlar adətən düşünürlər ki, uzun, mürəkkəb siyasi məruzələr və ya çox səhifəlik PR mətnləri onları manipulyasiya edir. Hə, elə bilirik ki, aldanmaq üçün gərək bizə çoxlu yalanlar, rəqəmlər filan danışılsın. Tamamilə düzdür. Amma dilçiliyə, belə deyək də, kommunikasiya psixologiyasına baxanda görürük ki, insan şuuruna ən dərin təsir edən şey çox vaxt elə deyilməyən sözlərdir. Sükutdur. Ortada qalan o nəhəng informasiya vakumudur. Maraqlıdır. Yəni, sənin oxuduğun bu bircə cümlə sadəcə qısa bir xəbər deyil. Bu, bütöv bir sosial iyerarxiyanın, idarə etmə strukturunun və insan psixologiyasının miniatur, amma çox iti bir modelidir. Gəl o zaman bu cümlənin ən iti hissəsindən başlayaq. Yəni hərəkətin özündən, verildi sözündən. Bizə xəbər verirlər ki, hərəkət baş verib. Vəzifə təqdim olunub. Lakin o hərəkəti edən güc, əsas subyekt ortada yoxdur. Qəsdən yox edilib. Bax, bu məqam dərhal mənim ağlıma o köhnə sirk səhnələrindəki illüzyonistləri gətirir. Təsəvvür elə, sən qaranlıq bir zalda əyləşmisən, səhnədə yalnız bir nöqtəyə quru işıq düşür. Qəflətən o işığın altında bir dovşan peyda olur. Yəni, bizim senaridə bu Zeynal Bayramlı və onun o parıltılı yüksək vəzifəsidir. Aha, çox gözəl analogiyadır. Biz o nailiyyəti görürük, alqışlayırıq və ya sadəcə qəbul edirik. Lakin o dovşanı şlyapadan çıxaran illüzyonistin özü, yəni qərarı verən, ssenarini yazan qurum və ya şəxs tamamilə qaranlıqda, pərdə arxasında qalır. Heç kim soruşmur ki, o qaranlıqdakı əllər kimin əlləridir. Çünki insan beyninin diqqəti tamamilə obyektə yönləndirilib, subyektə yox. Cümlənin sonunda o cür məchul növün istifadə edilməsi, necə deyərlər, hesabatlılığın qəsdən buxarlandırılması prosesidir. Buxarlandırılması. Necə yəni? Bax, belə izah edim. Əgər desəydilər ki, Nazirlər Kabineti Zeynal Bayramlıya vəzifə verdi və ya, nə bilim, idarə heyəti onu təyin etdi, sənin beynin dərhal tənqidi düşüncəni işə salacaqdı. Sən o idarə heyətini mühakimə etməyə başlayacaqdın. Hə, fikirləşəcəkdim ki, onların bu qərarı vermək hüququ varmı, ya proses necə oldu? Ayso, qərar nə dərəcədə ədalətlidir filan. Lakin sadəcə verildi, deyildiyi an, bütün bu sualların qarşısına beton bir divar çəkilir. Qərar müzakirə obyekti olmaqdan çıxır. O, sanki cazibə qüvvəsi kimi dəyişdirilə bilməyən bir təbiət hadisəsinə çevrilir. Məsələn, biz yağış yağdı deyəndə buludları mühakimə etmirik də, düzdür? Sadəcə çətirimizi açırıq. Doğrudan da elədir. Bax, vəzifə verildi formulyasiyası da idarə etmə reallığını eyni ilə belə şübhəsiz, müzakirə olunmaz bir doğa faktı kimi təqdim edir. Amma bir dəqiqə burada mənim ciddi bir şübhəm var. Sən deyirsən ki, bu hesabatlılığın qəsdən buxarlandırılmasıdır və arxasında böyük bir dizayn yatır. Bəlkə biz bunu həddindən artıq dramatikləşdiririk. Nə mənada? Yəni, bəzən böyük, məkirli korporativ stratejiyalar axtardığımız yerdə sadəcə adi bir səhlənkarlıq dayanır axı. Bəlkə bu xəbəri sosial şəbəkədə paylaşan ya da saytında yerləşdirən şəxs özü də vəzifəni kimin verdiyini dəqiq bilmir. Zəng edib araşdırıb faktları yoxlamağa həvəsi yoxdur bəlkə. Ola bilər, istisna deyil. Və əgər ad çəkmirsənsə, faktoloji səhv etmək riskin də yoxdur da.
Verildi yazırsan və yaxanı kənara çəkirsən. Məsələn, uşaq stəkanı sındıranda mən sındırdım demir ki, qorxusundan stəkan sındı deyir. Özünü prosesdən kənarlaşdırır. Niyə biz burada sadəcə tənbəl jurnalistika və ya tələsik yazılmış bir post yox, mütləq bir manipulyasiya görməliyik? Çox yerində verilmiş bir sualdır. Amma məsələnin kökü niyyətdə yox, nəticədədir. Mətni yazan şəxsin bunu bilərəkdən, yoxsa sadəcə tənbəllikdən etməsinin cəmiyyət üzərindəki yekun effektə heç bir aidiyyatı yoxdur. Yəni, effekti onsuz da eyni olur. Dəqiq. Biz yazarın beyninə girib onun niyyətini ölçə bilmərik, lakin o 5 sözün milyonlarla oxucunun şuurunda necə işlədiyini çox dəqiq ölçə bilərik. Və oxucuda yaranan nəticə budur, müzakirə üçün qapalı olan, avtoritar bir qəbullanma mühiti. Maraqlıdır. Reallıq budur ki, bu dildən yalnız tənbəl jurnalistlər deyil, ən peşəkar dövlət aparatları və qlobal korporasiyalar da istifadə edirlər. Məsələn, dərin iqtisadi böhranlar zamanı, diqqət eləmisənmi, şirkətlər heç vaxt biz bugün 1000 işçini işdən atdıq demirlər. Hə, heç vaxt demirlər. Deyirlər ki, ixtisarlar oldu. Ay sağ ol. Rəsmi bəyanatlarda yazılır ki, şirkətdə struktur optimizasiyası aparıldı və ştatlar ixtisar edildi. Yenə fəaliyyət var, adamlar işsiz qalıb. Amma o hərəkət edən şəxs cümlədən buxarlaşdırılıb. Vəziyyət sanki bazar qüvvələrinin təbii axarından baş verilmiş kimi rəsmiləşdirilir. Kimisə adlandıranda sən ona identiklik verirsən, bu isə tənqidə açıqdır, amma anonimlik mütləqdir. Hay, bu əslində çox dəhşətli bir perspektivdir. Çünki bu o deməkdir ki, oxucu kimi sənə heç bir məkan, heç bir ayaq basacaq yer verilmir ki, sən hər hansı bir etiraz formalaşdırasan. Havaya, buluda qarşı necə arqument gətirə bilərsən? Gətirə bilməzsən? Yaxşı, illüzyonistin pərdə arxasında nələr etdiyini anladıq, bəs o bizə təqdim edilən obyektə nə deməli? İndi o görünən dovşana, yəni yüksək vəzifə anlayışına baxmaq istəyirəm. Əgər verildi sözü hesabatlılığı gizlədirsə, yüksək vəzifə ağlımızla lap başqa səviyyədə oynayır. Yüksək sözü axı hədsiz dərəcədə nisbidir. Tamamilə nisbidir, əlbəttə. Məsələn, hansısa uzaq bir qəsəbənin təchizat anbarında müdir olmaq da, o anbar üçün yüksək vəzifə sayıla bilər, böyük transmilli neft şirkətində direktorlar şurasına girməkdə. Dəqiq bir nazirliyin, departamentin adı çəkilmir, əgər ortada konkret bir ad yoxdursa, mən niyə buna inanmalıyam? Bəlkə də Zeynal Bayramlı əslində heç də əhəmiyyətli bir pasta təyin olunmayıb, sadəcə bu cümlə onu cəmiyyətə belə sırmaq üçün ucuz bir qablaşdırmadır. Sən qablaşdırma dedin və tam olaraq hədəfə vurdun. İnformasiya manipulyasiyası dünyasında buna boş qutu effekti deyirlər. Təsəvvür et ki, kimsə sənə üzərində qızılı hərflərlə premium yazılmış bir qutu verir. Amma içində nə olduğunu sənə demir. Və beynimizdə başlayır özündən nələrsə uydurmağa. Bəli, insan psixologiyasının çox maraqlı bir xüsusiyyəti odur ki, beynimiz abstrakt boşluqları sevmir. O boşluğu həmişə ən böyük, ən dramatik senarilərlə doldurur. Əgər xəbərdə Zeynal Bayramlının, tutalım, Təchizat və Logistika İdarəsinin 3-cü dərəcəli müdir müavini təyin olunduğu yazılsaydı nə baş verərdi? Sənin beynin dərhal kalkulyator işə salacaqdı. Düşünəcəkdim ki, bu vəzifə nədir, maaşı nə qədərdir, mənə aidiyyatı var ya yox. Ay sağ ol. Və böyük ehtimalla deyəcəkdin ki, sıradan bir təyinatdır. Yəni, sənin o heyrətin sönəcəkdi. Lakin detallar gizlədiləndə və sadəcə yüksək vəzifə deyiləndə, o zaman tavan yoxdur. Sən daxilində iyerarxiyaya olan təbii hörmətinlə o şəxsi təxəyyülündə hara qədər qaldıra bilirsənsə, adam ora qədər yüksəlir. Düz deyərsən. Bilirsən, bu mənə o klassik qorxu filmlərinin işləmə mexanizmini xatırlatdı. Ən usta rejissorlar bilirlər ki, ən qorxulu canavarlar ekranda heç vaxt tam görünməyənlərdir. Dəqiq. Sadəcə səsini eşidirsən. Bəli. Sən sadəcə divardakı nəhəng kölgəni görürsən, ya da qapının altından sızan bir damla qanı izləyirsən, rejissor sənə canavarı olduğu kimi göstərmir, çünki tam sırısa, qorxu bitəcək. Sənin öz beyninin xəyal etdiyi canavar, o vizual effektdən 100 qat daha dəhşətlidir. Burada da o mexanizmdir, lakin qorxu əvəzinə izləyicidə süni bir prestij yaradırlar. Adamı konkret rəsmiləşdirmirlər ki, oxucu onu cəmiyyətin ən sirli zirvəsində təsəvvür etsin. Və bu cür mücərrədlik həqiqətən də ən möhkəm zirəkdir.
Tarixə diqqət yetirsək, çox vaxt partiya funksionerlərinin gündəlik hansı konkret işlə məşğul olduqları barədə məlumat verilmir. Onlar sadəcə yüksək dairələrə mənsub olurlar. Bu mücərrəd ifadə onları adi insanların məruz qaldığı gündəlik hesabatlıqdan yuxarıya, az qala mifik bir statusa qaldırır. Yəni, toxunulmaz edir onları. Tamamilə. Gündəlik işin detalları, adam səhər saat neçədə gəlir, hansı kağızları imzalayır, bütün bunlar o auranı poza bilərdi. Buna görə də yüksək vəzifə ifadəsi verilən mesajı sadələşdirir. Mesaj budur. O artıq sizdən yuxarıdadır. Sən detalların kənara atılması deyəndə, gəlib elə bizim ən çox müzakirə etməli olduğumuz təməl problemə çıxırıq. Mən elə gəlir ki, bu cümlənin ən güclü manipulativ tərəfi yüksək və ya verildi sözlərində deyil. Ən böyük manipulyasiya cümlədə ümumiyyətlə olmayan şeylərin varlığıdır. Yəni, informasiya qıtlığı. Ay sağ ol, biz adətən bir şeyin uzun təhlilini oxuyanda deyirik ki, kaş qısa yazardılar. Amma burada jurnalistikanın fundamental qaydalarının o məşhur 5 sualın heç biri yoxdur. Kim, nə, harada, nə vaxt, niyə? Sualları burada sadəcə kim, yəni Zeynal Bayramlı və nə var. O da dumanlı şəkildə. Çox haqlı bir məqamdır. Bəs nə zaman baş verib bu təyinat? Hansı təcili ehtiyacdan doğub? Onun xidmətləri nədir? Sanki belə bir əsr əvvəl çəkilmiş, hər hərfi qızıla bərabər olan bir telegram oxuyuruq. Heç bir kontekst yoxdur. Bizi niyə bu qədər ac və yoxsul bir mətndən baş-başa buraxırlar? Bax, məlumat bolluluğu dövrünün ən qorxulu paradoksu məhz budur. İnformasiyanın sürəti artdıqca mənalı kontekst sürətlə buxarlanır. Çox vaxt insanlar düşünür ki, kütləni yönləndirməyin yolu yalan danışmaq, saxta faktlar uydurmaqdır. Xeyr. Bəs nədir? Ən güclü nəzarət forması həqiqətin özünü saxlamaq, lakin onun ətrafındakı bütün konteksti yox etməkdir. Səbəb çox sadədir. Əgər kontekst yoxdursa, tənqidi təfəkkür prosesi başlaya bilmir. İnsan beyni mühakimə yürütmək üçün müqayisələrə ehtiyac duyur. Sən anı beynə müqayisə etməlisən. Hə, köhnə nümunələrlə? Bəli, lakin əlində yalnız havada asılı qalmış, arxasında heç bir səbəb olmayan quru nəticə varsa, nəyi nə ilə müqayisə edəcəksən? Beyin prosesi davam etdirə bilmir və deyir, yaxşı, anladım, xəbəri beynin rəflərinə qaldırır. Dəqiq. Kontekstin kəsilib atılması oxucunu passiv bir qəbul ediciyə çevirir. Bax, mənim beynimdə həmişə canlandırdığım bir səhnə var, sən dediklərin bunu təsdiqləyir. Təsəvvür et ki, böyük bir zalda insanlar oturub nəyisə müzakirə edirlər. Qapı qəflətən açılır, içəri ciddi görkəmli bir adam daxil olur. Aha. O, otağın ortasına gəlir, heç kimə baxmadan yalnız bir cümlə deyir məsələn. Kralımız vəfat etdi. Sonra isə otaqdakıların üzünə baxmadan, heç bir sual gözləmədən dönüb çıxır və qapını çırpır. Otaqdakılar o şok dalğasıyla əllərində heç bir detal olmadan donub qalırlar. Çox yerində müqayisədir. Həmin xəbərçi adamlardan icazə, təsdiq gözləmir, yeni bir dünyanı bəyan edir. Əgər o durub, kral bugün səhər xəstəlikdən vəfat etdi desəydi, İnsanlarda qorxu azalar, müzakirə yaranardı. Amma o adam xəbəri otağın ortasına atıb getməklə əslində hökmranlıq nümayiş etdirir. Sizin nə düşündüyünüzün önəmi yoxdur, mesajını verir. Bizim 5 sözlük cümləmiz də eyni ilə o xəbərçi kimidir. Tam yerinə düşən bir vizuallaşdırmadır bu. Bəli, detalları açıqlamaq əslində hesablaşma formasıdır. İzah edən tərəf bununla qəbul edir ki, sizin bu məlumatı bilməyə ixtiyarınız var. Bu, bərabər hüquqlu bir kommunikasiyadır. Məsələn, şəffaf bir korporasiya səhmdarlara hesabat verəndə hər rəqəmi izah edir. Çünki səhmdarın haqqı var soruşmağa. Bəli, lakin orta əsrlərdə fərman oxuyanda fərmanın içində niyə yazılmırdı? Yalnız nə yazılırdı? İşin içində müzakirə ola bilməz. Zeynal Bayramlıya yüksək vəzifə verildi, bəyanatı da o köhnə fərmanların strukturunu daşıyır. Səndən sadəcə status quo-nu təsdiqləməyini tələb edirlər. Belə düşünəndə biz gün ərzində nə qədər belə görünməyən fərman oxuyuruq, fərqində belə olmuruq. O qədər sürətli gəlirlər ki, biz artıq niyə sualını vermək instinktimizi itiririk, beynimiz yorulur. Məsələn, eyni mexanizmi iqtisadi xəbərlərdə də görürük. Saytda oxuyursan ki, məhsulların qiyməti yenidən tənzimləndi. Bəli, yenə həmin qaranlıq. Tənzimləndi kim tərəfindən? Niyə? Yoxdur.
Və sən bu boşluğu dünyadakı inflyasiya, müharibə ilə doldurursan. Halbuki reallıqda bəlkə bir qrup inhisarçı qaldırıb qiyməti. Lakin xəbər belə dizayn edilib deyə sən də rəsmi qəbul edirsən. Deməli biz mətni yox, onun memarlığını görməyə məcburuq. Məhz buna görə də tənqidi təfəkkür bugün lüks deyil, özünü müdafiə alətidir. Sən hər bir bəyanatla qarşılaşanda o cümlənin konstruksiyasını görməlisən. Biz səhnədəki aktora çox baxırıq, amma onu kimin idarə etdiyini heç düşünmürük. Bu vəzifə məsələsində də eynidir. Bəlkə doğrudan da kimsə mətni kəsib, qısaldıb. Ola bilər. Lakin yenə də sənə təsir edir bu qısalıq. Dəqiq. Sənin edə biləcəyin ən böyük müqavimət o emosional heyrət dalğasına düşməməkdir. Boşluqları avtomatik doldurmaq yerinə mənə niyə yalnız bu qədərini verirlər deyə soruşmaqdır. Bu da bizi o nəticəyə gətirir ki, bizim beynimizdə xüsusi bir filtr işləməlidir. Əgər cümlədə hərəkətin sahibi yoxdursa, dəyər yüksək, böyük kimi sözlərlə ifadə olunursa, deməli sənə xəbər oxutmurlar. Sənə hansısa qüvvənin əzəməti ilə tanış edirlər. Sənə fakt yox, hiss satırlar. Və bunu fərq etdiyin o an, sən illüzyonistin çadırından çıxıb, onu pərdə arxasından müşahidə edən adama çevrilirsən. Gözəl yekundur. Bugün biz cəmi 5 sözün o qısacıq Zeynal Bayramlıya yüksək vəzifə verildi cümləsinin hansı dərin qatlara endiyini incələdik. Verildi feilinin hesabatlılığını silməsini, faktoloji boşluğun necə illüziya ilə doldurulmasını müzakirə etdik. Və reallığı necə pasiv qəbullanmağa sürükləndiyimizi anladıq. Bəli, bu çox vacib məqam idi. Beləliklə, bu qaranlıq tərəfləri bizimlə kəşf edən hər kəs üçün ən böyük dərs budur. Bəzən nəyin yazıldığı qədər, nəyin sükutla geçişdirildiyi də yüksək səslə bağırır. Müasir dünyada ən böyük bacarıq ekrandakı hərfləri oxumaq deyil, sözlərin arasındakı o qulaq batırıcı səssizliyi eşidə bilməkdir. Səssizlik həmişə nəyisə ört bastırır. Təhlilimizi bitirərkən səni bir sualla baş-başa buraxmaq istəyərəm. Növbəti dəfə xəbər lentində sənə heç bir izahat təklif etməyən qısa bir xəbər gördüyündə bir anlıq dayan. Özündən bunu soruş. Bu xəbərin əsl məqsədi məni məlumatlandırmaqdır, yoxsa sadəcə heç bir izahata layiq görülmədən yeni reallığı sorğusuz-sualsız qəbul etməyimi istəməkdir. Düşünürəm ki, fərq həqiqətən də nəhəngdir.